Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün yenə iş videosudur. Bugünkü iş videosunda imtahan kompüterlərinin quraşdırılmasını göstərəcəm. Ümumiyyətlə, may-iyun ayları məncə dünyanın hər yerində imtahan aylarıdır. Normal məktəbin bitməsi ilə ya da kollecin bitməsi ilə imtahanlara hazırlıqlar gedir, imtahanlar olur. Və bugünkü videoda da sizə bu imtahanlardan birinin hazırlanmasını göstərəcəm. Amerikada bir çox universitetlərdə, kolleclərdə imtahanların kompüterləri dövlət imtahanı olduğu üçün başqa şirkətlərdən gəlir. Binaların içində, məsələn, deyək, universitetin içində imtahan mərkəzi olmur. Olanlar da var təbii ki, amma hamısında yox. Bunun üçün də bu arxamda gördüyünüz qutulardan, indi gedəndə açanda göstərəcəm, qutularda kompüterlər var. 30 dənə kompüter var. 30-30 uşaqlar imtahan verəcəklər. Müəyyən bir müddətdə, məsələn, 1 saatlıq, 2 saatdan bir dəyişəcək. Mən sadəcə bu kompüterləri müəyyən edilən yerə düzəcəm və onları internetə qoşacam, firewall-a qoşacam ki, hacklənməsin və s. Bunları mənim özümə göndəriblər. Laptoplar dəstində. Laptopları mənim özümə göndəriblər ki, mən bunları götürüm, evdən gətirim, quraşdırım. Ondan sonra da geri götürüb göndərim hardan gəlibsə ora. Bu proses, ümumiyyətlə, bu hər il olan prosesdir. Laptopları təşkil edən şirkət başqa-başqa şəhərlərdə, başqa-başqa ştatlarda olur. Hal-hazırda olduğum şəhər Rockhill, Cənubi Karolina ştatıdır. Mən burada yaşamıram, amma bura sırf bu iş üçün gəlmişəm. Sadəcə bunların mənlə müqaviləsi var və bu müqaviləyə əsasən də bunlar harda imtahanlar olursa, təşkil olunacaqsa, onların işlərini mənə verirlər. Bu işləri mən hal-hazırda öz bölgəmə yaxın yerlərdəkiləri götürürəm, amma fərqli-fərqli əyalətlərdə də, fərqli-fərqli şəhərlərdə də götürüb onları da həll edə bilərəm. Amma hal-hazırda buradakiləri eləmək istəyirəm və bu ilkdir əslində. Çünki bundan öncə belə bir şey eləməmişəm. Sadəcə buna bənzər şeylər eləm. Görək necədir. Hal-hazırda yanımda heç bir kömək yoxdur. Sadəcə özüm tək eləyəcəm. Bundan sonrakıları yəqin ki, başqasına həvalə eləyəcəm. Gedək görək necədir. Çox güman ki, imtahanda olmayacağım. Zaten sabaha mənim başqa işlərim var. Amma imtahan sabahdır. Biri gündə gəlib bunları geri götürəcəm. İndi qutular arasında da göstərəcəm dediyim kimi. Kameranı açmadan yüngül bir yeniliyi deyim. İndicə zəng gəldi. 8:30-da imtahandır. Hal-hazırda 8:11-dir. Mən hələ 2 dəqiqəyə çatacağım kampusa. Elə bir ki, imtahana 10 dəqiqə qalanda başlayacağım quraşdırmağa. Ümid edirəm çatdıra bilərəm. Amma yenə də video çəkməyə çalışacağım. Deməli, hal-hazırda kampusdayım. Kompüter qutusunun birini gətirmişəm. Müəllimələrdən ikisi deyir ki, kömək eləyək. Deyirəm ki, qutular ağırdır da. Həqiqətən ağırdır. Yəni, içində 20 dənə kompüter, 10 dənə kompüter var, sorry. Adapterlarla falan. Bayağı ağırdır laptoplar. Deyir ki, mən güclüyəm zət. Bu Amerikanların, bu qadınların feminist şeylər olmuyor da. Dedim, mən götür, yaxşı. Belə götürdü, beli qırılırdı az qala. İşte.
Hə, deməli, kompüterləri setap elədim. İndi video kameranı qoymuşdum. Bilmirəm, çəkə bildim ya yox. Çünki çox tələsik oldu. İmtahan başlayam, amma vaxtında gəldim, çatdım. Biraz gecikdim. Belə, 4-cü gün, indi bugün 2-ci gündür. 4-cü gündə gəlib bu kompüterləri götürəcəm. Bu qədər. 1 saatdır ki, buradayım. İmtahan da başladı. Bilmirəm, videoda gördünüz ya yox, uşaqlar gəlmişlərdir. Belə. Burada kampusdur bu arada. Belə bir universitetin kampusu. Yəni universitet şəhərciyi. Universitetdə Starbucks da var bu arada. Amerikada yəqin ki filmlərdə falan görmüsünüz. Amma yenə də bilməyənlər üçün deyim. Amerikada universitet elə bir kiçik bir şəhərcik kimi salınır. İçində kitabxanası, kafeteriyası, dərs yeri ayrı, imtahan yeri, otaqlar ayrı, tədbir otaqları ayrı. Bəzi universitetlərin kilsələri belə var. Məncə bunun da var. Burada belə bir şey oxşuyur, kilsəyə oxşuyur. Yataqxanası var, doğrumu var, texnologiya servisi. Çox, yəni belə böyük bir şəhərcikdir, görürsünüz. Hamısı universitetdir yəni. Belə bir universitet tərzi yer. Universitet tərzi yox, universitet kimi. Əgər Amerikada oxuyacaqsınızsa, belə bir universitetdə oxuyacaqsınız. Çox güman ki, yəni təsəvvür elədiyiniz şey budur. Yəni mən Azərbaycanda universitet oxumuşam, bir dənə binası var idi. Dərs keçmək üçün 2 korpusu var idi. Korpusda deyildi əslində. 2 dənə fərqli yan-yana bir-birinə bitişik binalar tikmişdilər. Sonra biri başqa 7 mərtəbə idi, biri 5 mərtəbə idi. Digəri də eşitdiyimə görə, yəni tam əmin deyiləm, yataqxanası da olub universitetin, Kooperativ Universitetini deyirəm. O yataqxanasında da qaçqınlar qalırdı. Çox güman ki, day qalmırlar, amma yəni yataqxanasını görməmişim. Zaten evdə qalırdım. Yəni Azərbaycanda iki universitet anlayışı ilə digər universitetə deyə bilmərəm. Bakı Dövlət Universitetində olmuşam, pedaqojide olmuşam, İnşaat Universitetində olmuşam, Neft Akademiyasında olmuşam. Yəni bu gördüklərimdə belə bir şey yox idi. Yəni bura şəhərcikdir. Yəni böyük bir şəhərcikdir. Hətta 2 dənə video çəkmək istəyirəm sizin üçün.